Deməli 74-cü test tapşırığında bizdən soruşur ki, A-nı hesablayın. A-da ki, görürük ki, burada verilən spirt və karbon turşusunun birlikdə olan kütləsidir və efirləşmə reaksiyasına alınan mürəkkəb efirin kütləsi 51 qramdır, ayrılan suyun isə kütləsi 9 qramdır. Və biz bilirik ki, karbon turşusu ilə verilən karbon turşusunu yazaq bura CnH2n plus 1 COH. Üzərinə gəlsin spirt CmH2n plus 1 OH. Karbon turşusu ilə spirt reaksiya girib mürəkkəb efir əmələ gətirir və spirtin H-ı gedəcək, CnH2n plus 1-in isə OH-ı, turşunun isə OH-ı gedərək su əmələ gəlir və bir də mürəkkəb efir əmələ gəlir. Mürəkkəb efirdə CnH2n plus 1 demək CO yerində qalır. Onun ardıca isə gəlir nə? Bizim spirtimizin o CmH2n plus 1-i. Plus üzərinə gəlsin H2O. Və şərtdə bizə verilmişdir ki, neçə qram su, ayrılan suyun kütləsi 9 qramdır, suyun öz kütləsi 18 qram. Və mürəkkəb efirin öz kütləsi 51 verilmişdir. Lakin burada mürəkkəb efirin öz kütləsini tapsaq 14N. Üzərinə gəlinsin. M-in kütləsini tapaq 14M və 46 qramda digər maddələrin kütləsi eləyəcək. Tənasüb quraq 51-ə 9-dursa 14M plus 14M. Üzərinə gəlsin 46-da isə 18-dir. Buna ixtisar etsə burada qaldı ki, 2-ni 51-ə vuranda eləcək 102. Deməli 14M plus 14M bərabər 102-dən də 46-nı çıxarıq. Edər deməli 56. Buradan 14-ü çölə çıxarsaq eləcək 14 mötərizə xaricinə çıxarsaq və yaxud da hər birini 14-ə bölsək. M plus M bərabərdir 56-nı 14-ə bölən 4 qalacaq. 4. M plus M-i 4 tapdıq. Biz burada CnH2n plus 1 COH-ın kütləsi dedik ki 14M plus deməli 32 qram oksigenlər, karbon 12 qram, 44 üstə gəlsə 2, 46-dır. Bəs bu spirtin kütləsi isə 14M plus neçə eləcək? 17 plus 1, 18-dir. Və bunlar da deyir ki, A-A'dır. Yəni hər ikisi də A-dırsa, yəni hər ikisini də bir-birinə bərabər etmək olar. Yəni kütlələr eynidir çünki 14M plus 46 bərabərdir 14M plus 18. Və buradan 14M çıxılsın 14M də bərabərdir. Belə də cavabımız mənfi gedəcək, sonradan geri qaytarmalı olacaq. Ondansa belə edək deməli, 14N-i sağ tərəfə ataq, yəni ki 14M çıxılsın 14N bərabərdir. 18-i keçirdək indi sol tərəfə və yerini çevirdim elə bil ki. 46-dan çıxaram 18. Edər 28. Və hər birini də 14-ə bölərəm. M minus M bərabərdir. 28 böl 14 eləyər 2. Aha, mən burada tapmışdım ki, N deməli, M minus N 2-dir. Bəs M plus N-i də tapmışdım 4. Sistem təmini qursaq, tərəf-tərəfə deməli toplasaq olacaq 2M bərabərdir 6, M bərabərdir 3-ə. Bəs buradan N neçəyə bərabərdir? Burada yerinə qoysaq N də bərabər olacaq 1-ə. Deməli onda biz M-yə 3 verəcək, N-yə isə 1 verir. N-yə 1 verəndə olacaq CH3 COH. Bunun kütləsi eləyəcək 60 qram və M-ə də 3 versək C3H 7OH. Bunun da kütləsi eləyəcək 60 qram. Həqiqətən kütlələr bir-birinə bərabər çıxdı. Və bizdən deyir ki, A-nı hesablayın. A-nı tapdıqca A 60 imiş. Cavab olacaq C bəndi.